Bir daha hər birinizi salamlayıram, əziz xalqımız, hörmətli qardaşlar. Xoş, gözəl bir günümüzdür ki, bugün 2 nəfər qardaşımızı, Xəyyam və Samir qardaş, bir evdən 2 qardaşla biz Qurtuluş Reabilitasiya Mərkəzi olaraq ödənişsiz öz öftəmizə götürük müalicəsini. Hansı ki, o boşboğazlar ki, danışır deyə, misal üçün, tanınmış şəxs. Hətta bu çəkirik, misal üçün, bunu deyirlər ki, güya sabahlar o görsə pis halın bir də istifadə edir. Xeyr, o pis hal, misal üçün, olubdur, bu görünən qardaşlarımızın hamısında təxmini burada bu dəqiqə 10 nəfərdən çox tam ödənişsiz Qurtuluş Reabilitasiya Mərkəzi müalicə eləyib, bir qismi də müalicədədir. O qardaşlarımızın da öncə çəkilişləri olub. Hətta Tərlan qardaşımız var ki, o gün, bu gün iştirak eləyə bilmədi. Onu verərsiniz efirə, inşallah. Zirzəmidə yaşayırdı. Amma bu gün 2 il neçə ayda artıq normal həyatını yaşayır. Və hətta Rəşad qardaşımız, Allah sabit eləsin, ailə həyatı qurdu. Keçən zəfər günü qardaşın toyun elədik. Artıq inşallah yaxınlarda övlad sahibi olacaq və mütəmadi olaraq valideyninlə də əlaqə saxlayırıq. Ailədə özünü necə aparır, hər şey yüksək səviyyədə. İnşallah qardaşlar da öz sözləri olarsa deyərlər, boşboğazlar danışır, nə bilim, bizə göstəriş verirlər ki, belə eləyin, elə eləyin. Təbii ki, bizə nə təriflənməyə ehtiyacımız var. Pisləyənlərin də pisləməyi bizi ruhdan salmır. Kimsə bizi tərifləməyini də istəmirik. O da bizə təkəbbürlük gətirir, onu da istəmirik. Yəni, yolumuz haqq yoludur, davam edirik və kimlərsə ki, deyirik, bu reklamdır. Yaxşı eləyirik. İstər Nəsimi qardaşımız olsun, istər Ceyhun qardaşımız olsun, sosial şəbəkədə kifayət qədər paylanmışdı onun. Hətta mən sosial şəbəkədən bildim, qardaşımızın dalınca getdim. Sonra Nəsimi qardaşın videosunun altından yüzlərlə müraciət oldu ki, Ceyhun qardaşa kömək eləyin. Və şəkili paylaşıldı, hansısa balnisada və insanlar var idi, sevənlər xahiş elər ki, gedin. Təbii ki, həmən ərəfədə biz artıq bu bir həftənin içində 3 nəfər götürmüşdük öz öftəmizə ödənişsiz. Lakin durmadıq. Bəli, düşünərək də bunu düşünərək eləmiş ki, reklamımız da olsun, niyə də olmasın. Onsuz da məlumatlı idi xalq, məlumatsız az insan var idi, onun biri mən idim. Mən də məlumatlı oldum cəmiyyətdə. Amma bir növ məlumatlı olsun həm gənclər, bu bəla insanın savadına, elminə, hansı ailədən çıxmağına baxmayaraq bu bəla, bu xəstəlikdir. Bu xəstəliyə hər bir kəs düçar ola bilər. Ona görə gənclər qorxsun, çəkinsin, istər alkoqolizm olsun. Bir də orada yazırlar ki, nə bilim, Ceyhun qardaşımız Əsgərov narkotik. Xeyr, narkotik deyil. Mən orada cavablar vermişəm çoxundakı. Alkoqoldur. Yəni, alkoqolun fəsadı kiçik deyil. Yüngül yanaşmayın. Hətta bizdə alkoqolun müalicəsi narkotikdən və qumardan da daha da müddəti çoxdur. Utansın o kəslər ki, yenə qeyd edirəm, narkotiki müdafiə edirlər, reklam edirlər, nə bilim, qumarı, mərc oyunlarını reklam edirlər. Onların içində tanınmış şəxslər də var. Utansın onlar. Bu günləri mərkəzimizdə bir dənə korpusumuz iqramanlar, mərc oyunlarının qurbanı olub. Burada diplomatımız da var. Burada qeyd eləməyəcəm, ən yüksək vəzifələrdə işləyən şəxslər var burada. Heç bir şey istifadə eləməyib, qumarın qurbanıdır, onlayn, nə bilim, o bu. Utansın o şəxslər, alkoqolu reklam edirlər. Bizim yolumuz yəni haqq yoldur. İnşallah qardaşlar da burada gördüklərin, sağalmış qardaşlar bir-birinə tövsiyələrini də eləyərlər. Gənclərə də tövsiyələrini eləyərlər ki, qoy gənclər bilsin ki, misal üçün qardaşımız, hər 2 qardaşımız cəmiyyətdə elə belə şəxs deyirlər. İndi də elə belə, prosto xəstələniblər, o da keçib gedəcək. Hər birimizdə xəstələnə bilərik. Bu, heç kim sığortalamıyor. Sadəcə olaraq o bəlaya heç kim bulaşmasın, çəkinsin, əl vurmasın. Onların da tövsiyələrini eşidərik inşallah. Allah hamımızdan razı olsun. Boşboğazlara mən minnətdarlıq eləyirəm ki, o söz-söhbəti şişirtdilər. Reklamımız daha yaxşı oldu. Minnətdarım. 3 milyondan çox baxışımız var. Allah köməyiniz olsun. İnşallah, qardaşlar, nə tövsiyələr eləyərsinizsə gənclərə, eləyin inşallah. Ümumən, gələcəyimiz bərpa olması üçün bu müharibənin birlikdə necə qalib gələ bilərik, necə ki, o biri müharibədə bir olduq. İnşallah siz də öz tövsiyələrinizi eləyin ki, gənclər bulaşmasın, bu, belə deyək də, xətaya əl atmasınlar.
Əvvəla xoş görmüşük hamını. Mən həmişə televiziyadan salamlamışam. Bugün belə qismət olub ki, burada oturmuşuq. Və ilk əvvəl öncə onu qeyd edeyim ki, insanların mənəvi təmizlənməsi üçün, insanların sağlamlığı üçün, insanların doğru yola gətirilməsi üçün, doğru yola getməsi üçün istənilən şəxsin gördüyü istənilən iş alqışa layiq və təqdirə layiqdir. İstər cəmiyyət baxımından, istər dərgah qatında, Allah qatında, istərsə də elə yoldaşlıqda, qardaşlıqda. Ceyhun qardaşımız, mən onu tanımırdım, heç görməmişdim də. Bir neçə gün əvvəl, 10 gün olar da, gəldi bizə, biz söhbət elədik və mən Ceyhuna başa saldım ki, izah eləməyə çalışdım ki, mən bir neçə müddətdir, yəni özüm özlüyümdə güc tapmışam, mən uzun müddətdə artıq demək olar ki, uzaqım belə şeylərdən. Ceyhun mənə dedi ki, gələk onda bizə kömək elə. Ceyhun mənə bu sözü deyəndə mən ancaq bir şey fikirləşdim. Fikirləşdim ki, Allah Taala tərəfindən Ceyhun mənə vasitəçi kimi göndərilib ki, mən elədiyim səhvləri, elədiyim günahları, gedim kimlərlənsə onun belə deyək, düzgün olmadığını, səhv yol olduğunu gedim kimlərəsə, cavanlara, özümdən gənclərə izah edeyim, başa salım. Və inanın ki, ilk gündə də hətta Ceyhun mənə dedi ki, Nəsim, hər gün gəlim özüm səni gətirim, aparım. Dedim ki, yoxdur. Əgər hansısa bir işin içinə girirsənsə, mütləq orada olmalısan. Yəni o ailənin içərisində olmalısan. Mən bugün burada elə cavanlar, elə gənclər görürəm ki, inandırım ki, müxtəlif idarələrdə, müxtəlif təşkilatlarda, müxtəlif orqanlarda çalışan, işləyən gənclərdən qat-qat savadlı, qat-qat, necə deyərlər, fikri istedad olan gənclər var. Çünki, belə deyək də, insanlarda bir təsəvvür var ki, narkomaniya, alkoqolizmə və yaxud nəsə quşanmış şəxs ancaq belə bataqlıqdadır, heç nə bilmir, nə bilim, qətiyyən belə deyil. Qətiyyən belə deyil. O bir söz var, burada hiss edirəm ki, bizim din xadimlərindən də var. O belə bir söz var da, dillər Allah yaxşıları bilindir özləri. Məsələ burasındadır ki, təəssüf ki, bəla da gedir harda var, o istedadlı, o bilgili, o hər şeyi bilər. Amma qaldı ki, sırf Qurtuluş Reabilitasiya Mərkəzinin fəaliyyətinə tam səmimiyyətimlə deyirəm. Yəni mənim burada nə belə deyək, heç bir marağım, mən sadəcə yenə deyirəm, Ceyhun dostumun, Ceyhun qardaşımın o bir kəlmə, gedək bir yerdə kömək eləyək insanlara. Mən yəni ürəyimi o qədər rahatam ki, heç vaxt belə rahat olmamışam. Qurtuluş Reabilitasiya Mərkəzi həqiqətən əvəzsiz xidmətdədir. Azərbaycan gəncliyinin əvəzsiz xidmətindədir. Cənab Prezidentin bir şüarı var, Azərbaycan gəncliyi sağlam ruhda, sağlam mənəviyyatda, milli ruhda tərbiyə olunmalıdır. Adətən belə reabilitasiya mərkəzlərində o belə deyək də, hardansa o mənbələr olur, oradan götürürlər proqramları. Amma bugün Qurtuluş Reabilitasiya Mərkəzi öz özlüyündə, buradakı bizim əməkdaşların, bizim qardaşların sayəsində, onların gecə-gündüz, yəni burada olan insanların, nəinki burada olan insanların, ümumiyyətlə cəmiyyətin sağlamlaşmasında o fikirlərini təzələmələri, yeniləmələri, daha dolğun, daha belə deyək də, sürətli təsiri üçün o çalışmaları proqram xarakterlidir. Qurtuluş Reabilitasiya Mərkəzinin bugünkü gün göstərdiyi əmək, verdiyi əmək, göstərdiyi fəaliyyət həqiqətən proqram xarakterlidir. Ceyhun, əziz qardaşım, buna görə sənə xüsusi minnətdarlıq. Buna görə burada çalışan hər bir insana minnətdarlıq düşür. Hələ mən buradakı o sağalmış, burada əksəriyyəti burada sağalıb, sonradan qayıdıb özü öz xoşu ilə, yəni mən bu əgər burada nəsə bir başqa məqsədi olsa, başqa bir niyyəti olsa, buradan 3 il, 4 il bundan əvvəl, deyək ki, 2 il bundan əvvəl sağalıb gedib, 2 ildir buradan əl çəkmir. Gəlir insanlıq xatirinə. İnsanlıq xatirinə. O xırdalıqları bilmirəm, saymağa ehtiyac var, yoxsa yoxdur. Qida rasionundan tutmuş, gigiyenadan tutmuş, müxtəlif əyləncələrdən, viktorinalar, nə bilim, bugün Qarabağ oynayacaq.
Yəni axşam, hə. Söz vermişdim mən. Hə, yeri gəlmişkən, bax indi bir məsələ demək istəyirəm, haşiyədən çıxıram. O axırıncı siz o sözünüzü bitirəndə o iqramaniya məsələsi oldu. Mən burada bir şey görürəm. Həqiqətən o iqramaniya deyilən bir şey. Mən görürəm ki, narkotikdən də, alkoqolizmdən də daha dəhşətli bir şeymiş. Daha dəhşətli bir şeymiş. Mən bugünkü o qruplar, ilk qrupda hətta belə bir məsələ qoydum ortalığa ki, bax qardaş, alkoqolizm, narkomaniya. Bunlar, yəni içki və yaxud narkotik, bunu açıq danışmaq lazımdır. İçki və yaxud narkotik bunun əlinə keçdi. Bunun o emosiyaları heç olmasa sakitləşir də, yəni sakitləşir, arxayınlaşır, dincəlir, belə deyək. İqramaniya da tərsinədir. Bunun əlinə pul keçir, qoy daha da belə əsəb gəlir. Bu daha dəhşətli. Mən indi bax qalmışıq dünəndən ki, bu iqramaniya, adi futbol. Yəni burada heç kəsin harasa pul qoymaqda o yoxdur da. Burada o şans var. Yəni mümkün deyil də. İndi biz dünəndən qalmışıq ki, qardaş, o hissləri bu futbola biz baxsaq, o hisslər oyana bilər, yoxsa oyana bilməz. İndi məsələyə bax da. Yəni bu gör indi bu nə dərəcədə bir dəhşətli şeydir. Hansı ki, Qarabağ oynayır. Yəni Çempionlar Liqasında. Mənim deyəcəklərim budur. Mənim deyəcəklərim bu qədər və yenə də deyirəm. Əgər bir yerdə iş varsa, həqiqətən iş varsa, ora qarşı o səviyyəyə çatmayan adamlar, o səviyyəyə çatmayan ünvanlar, ora qarşı mütləq nəsə bir qarayaxmalar olacaq. Yəni bu müsəlmanıq belədir. Yəni mən belə fikirləşirəm. Mənim səmimiyyətimə inanan tamaşaçılar varsa, mən həmişə səmimi olmuşam. Efirdə də səmimi olmuşam, həyatda da səmimi olmuşam. Qurtuluş Reabilitasiya Mərkəzi doğru ünvandır. Sağalmaq istəyənlər gəlsinlər. Hamı bilir ki, Nəsim müəllim ailə qurmayıb. Biz hər zəfər günü bir qardaşımızın toyunu eləyəcəyik. Gələn zəfər günü Nəsim müəllimin toyunu inşallah Allahın izni o bizə müvəffəq olacaq, eləyəcəyik inşallah. Ancaq bilmirəm də o mənim qurtuluşum olacaq. olacaq inşallah. Allah həmişə belə sevindirsin, güldürsün qardaşlar. Xalqımız da çox sevinir bu şeylərə, şükür olsun Allah. Boş boğazlar olmalıdır heç. Amma baxıram ki, onlara deyilə xalq özü cavab verib. Allah hamımızdan razı olsun. Mən məsələnin başqa bir tərəfinə toxunmaq istəyirəm. Nəsim müəllim demək olar ki, hər şeyi danışdı. Azərbaycan mətbuatının nə vəziyyətdə olduğunu hamı bilir. Kuluarlarda bu danışılır. Amma Azərbaycan sosial mediasının nə vəziyyətdə olduğu hələ ki danışılmır. Ucuz reklam axtarışı. Ucuz reklam axtarışı başlıqları. Filan kəs soyundu, filan kəs belə elədi, filan kəs belə elədi. Həmişə son belə 4-5 ildə Azərbaycan mediası, yazılı mediası əsasən və sosial mediası reyting xətrinə ucuz xəbərlər axtarır. Ucuz xəbərlər axtarır. Bu bir. İkincisi, bəyənmirsiniz, daha yaxşısını eləyərdiniz. Bu ikincisi. Üçüncüsü isə hər bir şəxsin şəxsi həyatı var. Onu əgər ki Qurtuluş Reabilitasiya Mərkəzi o şəkilləri, o videoları paylaşırsa, onlarla razılaşdırılaraq paylaşılır. Bunu bilin. Çünki heç kim durub Azərbaycanda konstitusiyanı poza bilməz. Bunun bir ağır nəticəsi ola bilər. Və bir məsələni də qeyd edim ki, deyir, insana həmişə öləndən sonra qiymət verirlər. Gəlin bu formulirovkanı dəyişək, insanlar sağ ikən onlara köməyə ehtiyacı olduğu zaman onlara yardımcı olaq. Bu qədər. Çox sağ olun. Allah razı olsun, Allah razı olsun. Bunu mən istəyirəm bir alqışlayaq. Allah razı olsun. Mən ilk öncə cənab prezidentə minnətdarlıq bildirmək istəyirdim. Mehriban xanıma, Leyla xanıma, nazirliyə bildirmək istəyirəm minnətdarlığımı ki, bizim üçün belə fürsət yaradırlar ki, biz insanlara kömək elə bilirik, dəstək ola bilirik.
O həmənki şəxslər kim mənə tez-tez yığır, jurnalistlər, yəni ki, Nəsim müəllim, Ceyhun müəllim şuurludur. Bu nə sualdır? Ya ağsaqqalların ağsaqqalıdırlar. Səhv söz. Onu montaj edərsiz. Ağsaqqaldılar. Bu nə sual soruşursunuz məndən? Şübhəsiz ki, şuurludular. Bugünkündə sizin göz qabağında otururlar. Oturub bizə nəsihət eləmək, bu provokasiya sualları soruşmaq, bizə istiqamət göstərmək, bizim işimizi pisləmək ehtiyac yoxdur. Siz ilk öncə özünüzlə məşğul olun. Şübhəsiz ki, sizin də ətrafınızda asıllı insanlar var. Hətta ola bilər ki, siz özünüz də asıllısınız. Ya özünüzə köməklik eləyin, mütəxəssislərə müraciət edin. Ya ətrafında olan insanların bir qapını döyün, qonşu olsun, belə kasıb olsun, qapını döyün, soruşun nə köməklik elə bilərik. Sensasiyasılıdır. Siz kömək eləyin kiməsə öz əlinizlə. Kimisi işini müzakirə eləməyə ehtiyac yoxdur. Biz Allahın istiqamətinə gedirik. Sizin istiqamətinizə həqiqətən bizim ehtiyacımız yoxdur. Salamlayıram bir daha hər kəsi. Bu günləri yəni Qurtuluş ailəsindən üzvləri olan artıq bizim üzvümüzdür. Bizim ailəmizin üzvləridir. Nəsim müəllim, Ceyhun qardaşımız və göz qabağında. Həmd olsun. Yəni o asıllıqda belə bir şey var. Asıllıq xəstəliyi insanın xarakterində qüsurlar yaradır da müəyyən. Bunu indi bildik. Yəni asılı insanlar qəbul elədiyi maddələrdən, sürdüyü həyat tərzindən onun xarakterində müəyyən qüsurlar formalaşa bilər də. Yəni bu asılı xəstəliyin simptomlarıdır. Amma qıraqdan baxıram, hansı ki, məsələn, kifayət qədər özündən olsa, yəni ictimailəşmiş bir şəxs, jurnalistika belə bir şeydir ki, digər şəxslərdən fərqli olaraq onlar daha ictimai sayılır, ictimai şəxslərdir. Bunların xarakterindəki qüsura hamısına aid deyil təbii ki, amma içlərində var da, yəni görürük, onların xarakterində olan qüsuru, hansı xəstəlikdən yarandığı mənim üçün də şəxsən bir mütəxəssis olaraq maraqlıdır ki, o hansı xəstəliyin mübtəlasıdır ki, bu cür, yəni bir asıllıq xəstəliyi, nə narkomaniyada, nə alkoqolizmdə, nə qumar asıllığında yoxdur da belə ki, kiminsə ayağından tutub dartasan, badalaq gəlirsən, yaxşı iş görmək istəyən bir insana, yəni işinə pəl vurasan. Amma həmd olsun, həmişə olub belə insanlar yenə də olacaq. Bir az vurğuladığım kimi, əks təbliğatının özü də bir təbliğatdır. Yəni bizim üçün elə bir növ təbliğat oldu bu. Həmd olsun Allaha, qardaşlarımız yanımızdadır və deyərdim ki, o bizi əks təbliğ edən insanlardan qat-qat ictimai, qat-qat tanınmış şəxslərdir. Fəxirlərimizdir və bu günləri bizim ailəmizin içində olmağına görə qürur duyuram, qürur duyuruq və inanıram ki, gələcəkdə onların vasitəsilə daha geniş bir kütləni biz maarifləndirəcəyik, daha geniş bir kütləyə biz kömək eləyə biləcəyik. Necə deyərlər, Allah işimizə müvəffəq etsin və mən də minnətdaram, başda ölkəmizin prezidenti olmaq, Cənab İlham Əliyevə minnətdaram, Mehriban xanıma, Leyla Əliyevaya, Daxili İşlər Nazirliyinə, millət vəkillərimizə, hansı ki, gəliblər, bizə dəstək göstəriblər, hər bir kəsə, bizə bu işdə dəstək göstərən hər bir kəsə təşəkkür edirəm, sağ olun. Mən də bütün xalqımızı və burada oturan qardaşları salamlayıram və bir daha demişik, amma indi bir daha çəkilişlərə deyirəm, Nəsim bəy, Ceyhun bəy, ailəmizə xoş gəlmisiniz. Və həmən keçid eləmək istəyirəm bu son zaman gündəm olan məsələlərə. Mən özüm də bir zamanlar arzuları nakam qalan rejissor olmuşam. Baxmayaraq ki, o universiteti bitirmişəm, sadəcə məşğul olmaq mənə aktiv narkotik alüdəçiliyindən dolayı qismət olmayıb və Allah həmd olsun ki, bugün Qurtuluş Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun müəllimin, ümumiyyətlə Qurtuluş komandasının sayəsində mən də bu media sayəsində nələrsə eləməyə çalışıram. Və eyni zamanda onu demək istəyirəm ki, və mən bayaq bir də vurğuladım, indi də vurğulamaq istəyirəm ki, bu indiyənə qədər bir qapısını döyüb maraqlanmayanlar, hətta evlərinin yolunu, evlərinin yerini bilməyən adamlar hardaydınız. Və onu demək istəyirəm, bizim məlumatımız yeni oldu və biz anında reaksiya verdik. Sizin bundan çoxdan məlumatınız var. Mən bir çoxlarınıza hətta artıq kənardan maraqlanmışam ki, sizə müraciət olunub.
6 ay, 7 ay, nə bilim 1 il kiminsə müraciət olunub ki, Nəsim müəllimə, Ceyhun müəllimə kömək lazımdır. Nə edə bilərsiniz? Ay filan kanalın rəhbərliyi, ay filan jurnalist sizə müraciət olunub bu mövzuda. Siz heç bir reaksiya verməmisiniz. Nəinki bir telefon zəng eləməmisiniz. Onu qoy qırağa telefonlarına cavab verməmisiniz. İndi oturmusunuz, lori dildə sizə bu işdən xal tutmaq istəyirsiniz. Halaldır, biz sizə bu xalı halal edirik. Amma xahiş edirik ki, siz öz işinizi halallıqla görün ki, Allah da sizə öz rəhmətini göstərsin. Minnətdaram, çox sağ olun. Allah razı olsun. Qurban müəllim. Ceyhun müəllim, Nəsim müəllim, xoş gəlmisiniz. Mən də bu Qurtuluş Reabilitasiya Mərkəzində sağalmışam. Yenə bayaqların vurğuladığım kimi birinci ilk növbədə bizim Qurtuluş Reabilitasiya Mərkəzinin direktoru Ceyhun müəllimə və proqram rəhbərimiz Məmməd Rza müəllimə böyük minnətdarlığım var ki, mənim sağalmağımda mənə dəstək olublar və eyni şəkildə də bugünkü gün mən Allahın izni ilə əlimdən gəldiyi qədər mən də sizə dəstək olacağam ki, siz də bizlər kimi ayıq və təmiz həyat yaşayasınız. İlk öncə mən də xalqımızı, burada oturan bütün qardaşlarımızı salamlayıram. Mən də Qurtuluş Reabilitasiya Mərkəzində sağalmışam. Onun üçün öz növbəmdə Ceyhun müəllimə dərin minnətdarlığım var. Mənə çox böyük dəstək olub. Bundan əlavə olaraq bayaq bütün qardaşlar dedi ki, bizim haqqımızda boş boğazlar var ki, danışır. Mən hətta deyərdim ki, o insanları bizlər qınamırıq, onları olduğu kimi qəbul edirik. Çünki onların düşüncə tərzi o qədərdir. Onlar ola bilər ki, bu reyting sayəsində milyonlarla baxış yığarlar, milyonlarla baxışın sayını qaldırarlar, amma hər halda öz səviyyə saylarını aşağı salacaqlar, öz mənəviyyatlarını aşağı salacaqlar. Minnətdaram. Hamını salamlayıram. Mənim adım Elşaddır. Mən də Qurtuluş Reabilitasiya Mərkəzində sağalmışam. 3 ildir. Hal-hazırda da burada fəaliyyət göstərirəm. Qardaşlarımın hamısına uğurlar arzulayıram. Gözəl həyatı arzulayıram, qardaş. Düzgün istiqamət həqiqətən buradan başlayır. Buradan o qardaşlara demək istəyirəm, belə deyərdim ki, yəni rəqabət aparanda düzgün aparmaq var. Qorxmayın, çəkinməyin. Bilirəm bunun yəni kökü sizdə qorxudur. Bu qardaşların ikisi də elə bir simadır ki, yəni mediada belə deyim, jurnalist səviyyəsində ən böyük yeri tutan insanlardır, amma sizin işinizə mane olmayacaqlar. Narahat olmayın, qorxmayın. Yəni bunların öz yeri var, öz reytinqləri var, qardaş. Qorxudan insanların həyatını məhv edib öldürmək lazım deyil. Yəni sizin öz yeriniz var. Bu qədər. Mən də burada oturan hər bir kəsi salamlayıram. Nəsim müəllim, Ceyhun müəllim, bu yolda sizə uğurlar arzu edirəm. Mən də Qurtuluş Reabilitasiya Mərkəzində sağalmışam. Artıq Qurtuluş Reabilitasiya Mərkəzində sağalıb və yenidən işlə təmin olub işləyirəm. Gözəl uğurlar əldə eləmişəm. Bugünkü millətimə, dövlətimə yararlı bir insanam. Çox gözəl bir yoldur bu yol. Çətindir, amma şərəfli yoldur həqiqətən. Bu şərəfli yolda da mənə də və ətrafımda olan insanlara da qismət olubdur. Hər kəs üçün çox sağ olun, diqqət üçün minnətdarım.